Romalılara məktub. 10-cu fəsil. Ey qardaşlar, İsraillilərin xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua eləyirəm. Onların barəsində şəhadət eləyirəm ki, Allah naminə qeyrət çəkirlər, amma bu qeyrət biliyə əsaslanmır. Çünki onlar Allahdan gələn salihliyi anlamayıb, öz salihliklərini bərqərar eləməyə çalışmaqla Allahın salihliyinə tabi olmadılar. Məsih qanunun sonu olub ki, iman gətirən hər kəs salih sayılsın. Hamı üçün xilas. Musa qanunla gələn salihlik haqqında belə yazır. Bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq. Amma imanla gələn salihlik barədə belə deyilir. Ürəyində demə ki, kim göylərə, yəni Məsihi endirməyə çıxacaq, ya da kim dibsiz dərinliyə, yəni Məsihi ölülər arasından qaldırmağa inəcək. Bəs onda nə deyilir? Kəlam sənə çox yaxındır, o sənin dilində və ürəyindədir. Biz elə həmin iman kəlamını vəz edirik. Əgər sən İsa'nın Rəbb olduğunu dilinlə iqrar eləyib, Allahın onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan. Çünki insan ürəkdən iman eləməklə salih sayılır və dili ilə iqrar eləməklə xilas olur. Belə ki, müqəddəs yazıda deyilir. Ona iman eləyən heç kəs utandırılmayacaq. Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur. Hamısının Rəbbi birdir və onu çağıranların hamısına bol bərəkət verir. Çünki Rəbbin adını çağıran hər kəs xilas olacaq. Bəs onlar iman eləmədikləri şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri şəxsə necə iman eləyəcəklər? Vəz eləyən olmasa necə eşidəcəklər? Göndərilməsələr necə vəz eləyəcəklər? Necə ki yazılıb, xoş xəbəri müjdəliyənin qədəmləri necə də gözəldir. Amma müjdəyə hamı qulaq asmadı. Çünki Yeşaya deyir, Ya Rəbb, xəbərimizə kim inandı? Beləliklə iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır. Lakin soruşuram, məyər onlar eşitmədilər? Əlbəttə ki, eşitdilər. Avazları bütün dünyaya yayıldı. Sözləri yerin ucqarlarına çatdı. Bir də soruşuram, məyər İsrail anlamadı? Musa ilk olaraq deyir, mən sizi xalq olmayanlarla qısqandıracağam, axmaq bir millətlə qəzəbləndirəcəyəm. Yeşaya isə cəsarətlə deyir, Rəbb deyir, məni axtarmayanlar tərəfindən tapıldım. Məni soruşmayanlara mən zühur elədim. İsrail barədə isə belə deyir, gün boyu itaətsiz, dikbaş xalqa əllərimi uzadıb durdum.